Ay əziz müsəlmanlar, ay o gözəl insanlar ki, Əhl-i Beyt məktəbindən uzaq düşürsünüz. Əgər Allah cənnətinin qapısını Həzrəti Əlinin adından bəziyirsə, Allah, Muhammed, Əli adı görürsünüz, yanaşı gəlir. Bəzən biz deyəndə, ya Allah, ya Muhammed, ya Əli deyirlər, nə varsınız, şirk edirsiniz. Ay qardaş, ay insan, Əhməd İbn Həmbəli bu hədisi gətirir ki, Allah belə yazıbdır. Nə yazıbdır? Yazıbdır cənnətin qapısına Allah, Məhəmməd, Əli sallallahu aleyhi və səlləm. Allah şirk öyrədir ümmətə. Allah müsəlmanları şirkə düşməyi öyrədir. Ey qəlbində iman olan kəs, xitabım sənədir. Allahın cənnətini bəzədiyi şəxsin adından sən də dilini bəzə. Cənnətin qapısından zinət vurduğunuz kəlmə ilə sən də imanını bəzə və hər zaman zikr edəndə denən ki, əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammedən Rasulullah deyəndə və denən əşhədü ənə Əliyyən vəliyullah. Bunu, qardaş, şəkkə düşmə. Şiə kitabları bunu yazmayıbdır. Bax, Əhməd İbn Həmbəli Fəzailü Səhabə kitabında hədis nömrə 1099, 1134-də.